Salam əziz dostlar, növbəti videoda xoş gəldiniz. Bu videoda son zamanlar çox böyük bir aktual problemə çevrilən, amma bir türlü üzərindəki müzakirələr azalmayan bir mövzudan, homoseksuallıqdan danışacağız. Homoseksuallıq nədir? Homoseksuallıq sakit və qabaca desək, şəxslərin, qadınların və ya kişilərin öz həmcinslərinə qarşı duyduğu seksual arzudur, meyildir. Ama bunun biraz dərinine insək, burada biraz fərqli yanaşma var. Baxın, insanların 100%'nin cəmi 4%'i tam heteroseksualdır. Yəni, sadəcə qarşı cinsə qarşı etiraz duyurlar. 4% isə transgeytdir. Yəni, bədənlə cinsiyyət orqanı arasında xromosomla əlaqəli olaraq fərq var. Bədən qadındır, cinsiyyət orqanı kişidir və ya bədən kişidir, cinsiyyət orqanı qadındır. Yerdə qalan 92% meyil pozuntusu riski daşıyan insanlardır. Yəni, onun yetişdirmə, travma və yaxud da hər hansı bir yaşam tərzindəki bir proseslər, dövlətin və ya millətin etnogenezisindəki müəyyən apardığı siyasət, düşüncələr tərzindəki müəyyən dəyişikliklər, sürətli informasiya yüklənməsi müxtəlif şəkildə problemləri, yəni homoseksuallığa meyillilik yarada bilər. Müasir cəmiyyətdə, Azərbaycanda da daxil olmaqla son zamanlar ümumiyyətlə homoseksual, əslində oğlanlar arasında o homoseksuallığa meyillilik, yəni öz cinsə qarşı meyillilik artmaq üzrədir və arta da gedir. Bu bir seçimdimi? Bugün təbliğ olunana görə, İnsan Hüquqları Konvensiyasına görə bir seçim olaraq qəbul edilir. Əslində bu seçim deyil. Bu bir seçimdimi? Xeyr. Bu psixoloji bir təhrifdir. Yəni, kognitiv təhrif dediyimiz prosesdir. Düşüncələrini, yanlış düşüncələrini doğru düşüncələr şəklində qəbul edilmə prosesidir. Bunu həll etmək mümkündürmü? Mümkündür. Yəni, homoseksuallığa meyilliliyi dəyişmək mümkündür? Mümkündür. Amma uzun müddət bu prosesin İnsan Hüquqları Konvensiyasına görə seçim olaraq qəbul edildiyi müalicə olmaqdan çıxardılır. Müalicə olunan xəstəliklər siyasətində çağırılsa da, reallıq budur ki, bunun müalicəsi var və müalicə olunur. Homoseksuallığa meyillilik konkret olaraq bir psixi pozuntudur və psixoloji pozuntudur. Bunu ortadan qaldırmaq mümkündürmü? Mümkündür. Sadəcə olaraq şəxs bunu istəməlidir və konkret olaraq bəlli bir periodik dönəmdə o prosesə əməl eləməlidir. Psixoloji dəstəyə, intensiv terapiyaya tabi olmalıdır ki, tamamilə bu problem çözülsün. Deyə bilərsiniz ki, bunu sadəcə olaraq, nəzərə olaraq mı deyirsiniz? Xeyr, mənim praktikamda, təcrübəmdə 100-dən çox bu tip problemlərlə yaxınlaşıb və sonra normal, heteroseksual həyata dönən insanlar olurdu. Yəni, bu mənada homoseksuallıq məsələlərini konkret olaraq mən əsasən də gənclərə, əsasən də o gənc ailə və insanların valideynlərinə üzüm tutaraq deyirəm ki, bu bir seçim deyil, bu bir kognitiv təhrifdir və o problem olaraq əgər nəzərə alarsınızsa, götürərsinizsə, onu dəyişmək, tamamilə ondan qurtulmaq mümkündür. Yəni, ona görə də ümidinizi üzməyin. Bunun üçün sadəcə olaraq doğru psixoseksual problemlər üzrə ixtisaslaşmış psixoloqlara müraciət etməniz yetərlidir. Daha bir videonun sonuna gəldik dostlar. Əgər bəyənsəniz dostlarınızla paylaşmağı və kanala abunə olmağı unutmayın. Gələn videoda görüşənə qədər.